salam, Azvakın YouTube kanalına xoş gəlmisiniz. Bugün sizinlə müraciətimə niyə cavab verilmir, niyə geri dönüş etmirlər sualına birlikdə cavablar verəcəyik. Birinci, siz vakansiya üzrə gec müraciət etmiş ola bilərsiniz. Adətən vakansiya paylaşıldıqdan sonra bir neçə gün ərzində həmin vakansiya tutulur. Buna görə siz Azvak az saytını izləməli və dərhal müraciət etməlisiniz. İkincisi, CV'niz şablon ola bilər. Bir dəfə CV hazırlayıb və yaxud da kiməsə hazırladıb CV-nizi göndərirsiniz və bu CV şəkilli olanda və yaxud da çox rəngarəng daha doğrusu olanda HR-lar bu CV-lərə baxmırlar. Çünki yəni siz də mənimlə razılaşarsınız ki, iş sonu məsələn HR-lar baxdıqda rəngarəng CV-lərə baxmaq olmur. Bəzi HR-lar sizin CV-nizi ötüb keçir. Daha sadə və daha sadə CV-lərə üstünlük verirlər və köhnə tərzdə çalışın ki, CV-niz olmasın. Göstərilən daha sonra siz tələb olunan şəkildə CV-nizi göndərməmiş ola bilərsiniz. Adətən vakansiyanın sonunda şirkətlər tərəfindən belə bir yazı olur. CV-nizi vakansiyanın adını qeyd edib göndərməlisiniz. Məsələn, sürücü, məsələn, mühasib və s. Daha sonra siz ola bilsin ki, tələblərə cavab vermirsiniz. CV-nizi alıb, götürüb əlaqəsiz bir iş elanlarına atdıqda sizə geri dönüş edilmir. Buna görə də məsələn siz və yaxud da yaşınız uyğun olmaya bilər, stajınız uyğun olmaya bilər, amma bu belə olduqda məyus olmayın və özünüzü inkişaf etdirib yenidən CV-nizi hazırlayıb göndərə bilərsiniz. Əmin olun ki, rahatlıqla iş artıq tapa biləcəksiniz. Daha sonra WhatsApp və telefon zəngi ilə müraciət zamanı siz iş saatları vaxtında, iş saatları zamanı müraciət etməlisiniz. Ola bilər ki, saat axşam 7-də müraciət edirsiniz və sizin CV-nizə ümumiyyətcə geri dönüş edilmir və yaxud da zəngləriniz açılmır. Buna görə də CV-nizi və yaxud da özünüz haqqında olan məlumatı iş saatları ərzində atmağa diqqət göstərin. Videonu izlədiyinizə görə təşəkkür edirəm və Azvakın YouTube kanalına abunə olmağı və digər sosial şəbəkələrdən izləməyi unutmayın.